Gəlin necə insanları izləyirsiniz, necə savadsızları izləyirsiniz. Qısa sizə ona izah verim. Baxın, adam həqiqətən də necə cahil və tupoy və qoyundur. Baxın. Hikmət müəllimin gəlin bu insana səviyyəli cavab verək. Səviyyəli. Hikmət müəllimin bizim opozisiyamıza yazığı gəlirsə, mənim həmin opozisiyaya baxanda bəzi nümayəndələr onlara gülməyim gəlir. Yaxınlaşlar, Tural Sadıqlı yaxınlıq belə deyil. Onlar telefon çək. Sən Amran, Azərbaycan dilində danışa da bilmirsən. Sən Amerikada yaşaya məndən yaşlanırsan, İngilizcə. Burada da hələ səhifəndə, rəsmi səhifəndə İlham Nazarla şəkilzad qoymuşsan, İlhamın şəklini qoymuşsan nəyəsə. İlhamla yox, cənab İlham Əliyevlə. My kart, öz kartını da qoymuşsan bura hələ. Dilənçi basın. Qoymuşam, əcəb eləmişəm. Bilsən, məni sponsorluq eləmir heç kim. Mən öz zəhmətimlə, öz çəkilişlərimi eləyirəm. Azərbaycanın 70 bölgəsində, 70-ində də çəkilişlər keçirmişəm və bəzi insanlar mənə kömək eləmək istəyirlər, dəstək olar. Nə var burada? Azərbaycan da danışa bilmirsən. If you want, we can speak English, my dear, right now. 51-yə qədər. Sən ana dilin Rus dilidir. Putin ailəmizdəki qadınları. Gedin Rusiyaya da lan. Mədinə, səninkiləri nəysə Donald Trump incidib ki, sən Amerikaya köçmüsən. Milli bölür ağzını. Sən məni söyürsən, özün də deyirlər Lənkəranlısan. Mən sənə cavab verməyəcəm. Sadəcə mən Lənkəranda 200 ev tikirəm. Baxmayaraq ki, Lənkəranlı deyiləm, 2 ilə yaxın buradakı ustalara imkan yaradıram ki, az çox qazansınlar. Necə deyirlər, çörək deyirəm. Çörək deyirsən? Heç bir adiyyətim yox idi. İndi isə var, çox vurulmuşam buradakı insanların mərd xəsiyyətlərindən, ürəklərinə və mən istədim ki, sən onlara heç oxşamırsan. Oxşamır. Onlar mənə oxşamırlar ola bilsinlər. Mən çünki onlardan bir üst level daha qeyrətliyəm. Tural Kamran, sən onu deyim. Sən mənə deyirsən ki, orada İngilis dilin bilirəm, nə bilim, İngilis dilini səndən daha yaxşı bilirəm, nə bilim, istəyirsən İtalyan dilini bil. Mən sənə orada sən İngilis dilini yaxşı bilmirsən ya da Rus dilini yaxşı bilmirsən demirəm. Mən sənə deyirəm ki, Azərbaycan dilini danışa bilmirsən. Sənin doğma dilin. Sən özdə səhv eləmirəmsə Kürd olmalısın. Heç Azərbaycanlı deyilsən, Kürdsən. İlhamgilin nəsli tərəfdənsən də, yəni o tərəflərdənsən. Onlar Azərbaycanlı sayılmırlar. İkinci məsələ, mədəni cavab. Deyirsən ki, mən sənə cavab verməyəcəm, amma cavab üçün video çəkmirsən. Üçüncü məsələ, deyirsən ki, mənim sponsorum yoxdur, kart qoymuşam, mənə pul atmaq istəyirlər. Atmaq istəyəni şəxsi hesabına at kartı. Və səndən heç kəs xahiş eləmir ki, video çək, sənin kartıva pul ataq. Səni maliyyələşdirib, bizə nəysə işıqlandır. Bunu səndən xahiş eləyən varsa, mesajlarını zəhmətimizə göstər, biz də görək. Üçüncü məsələ, deyirsən ki, Lənkəranda ev tikirəm, cəmaat mənim pulumdan burada dolanır, ustalar, fəhlələr. Sən özün cəmaatın pulu ilə dolandığın halda, sən necə fəhlələr dolandırırsan ki? Sən nə deməksən ki, sən o qədər önəmli və bir elə şəxsiyyətsən ki, sənə pul atsınlar ki, sən danışasan, insanları nələrsə göstərəsən və sən ev tikəsən. Sən rayonlara gedəsən deyə insanlar sənə pul atır. Azərbaycan gözəldirsə, bir videolarla hər hansı bir şey işıqlandıran adam niyə kart qoysun ki? Niyə mən qoymuram? Dövlət təriflədin, dövlət yaxşıdırsa, niyə kart qoyursan ki? Niyə sənin gəlirin əl vermir ki, rayona getməyə? Rayona getmək nədir ki? 70 dənə rayona getmək 20 manatdır maksimum, Liboy rayonu. Nədir ki o? Ştat dəyişmir səni. Azərbaycandan Amerika 115 dəfə böyükdür. Bilirsən onu? Pensilvaniya ştatı bir dəfə yarım Azərbaycanın böyükdür. Biz indiyə qədər heç kart istəməmişik ki, qardaşlar, buyurun, kartımıza pul atın, biz sizin üçün video çəkək. Deməli, məqsəd nədir? Siz deyirsiniz ki, biz turoluq, bizə pul göndərin. Dövlətin nə gündə olduğunu özü sübut eləyirsiniz. Bax, söhürsüz, mən də danışa bilirəm. Dövlətin nə gündə olduğunu özü sübut eləyirsiniz. Mənim imkanım yoxdur, rayona getməyə. Rayona getməyə 20 manatdır. Telefonla da video çəkmək pulsuzdur. Deyirsən ki, prezident yox, cənab Ali Başkomandan cənab prezident. Mən üçün ilhamdır. Sən üçün ola bilər cənabların nə bilim nəyə. Mən üçün ilhamdır, ilquşdur, ilkoşdur, ilpipidir. Mən üçün fərq eləmir o, mən üçün heç kəsdir. Onu mən seçmişəmsə, mən səs vermişəmsə və mənim kimi insanlar səs verirsə, misal çəkirəm də sənə, biz səs verməmişik, özü özünə səs verdirir, prosto deyirəm.
Əgər onu xalq seçibsə, xalq istədiyi kimi ona davrana bilər. İstəsə söyər, istəsə sevər. Başa düşdün? Belə bir qanun yoxdur. Prezidenti seçmisənsə ancaq sevməlisən. Seçirsən ki, yaxşı olsun. Görürsən pisli saxlayırsan, maşın alırsan, ürəyindən keçir, sevirsən maşını, bəyənirsən, alırsan, görürsən səni incidir. Başlayırsan onun zavodunu sövməyə, qızdırır motoru, onu istehsal eləyənin, o maşını sənə məsləhət görənin. Eyni şeydir də. Bizə məsləhət gördülər ki, İlham yaxşıdır, gəldi, analara ağlar qoydu, qazilərə 80 manat verdi. Biz də onun varı yoxunu söyləyirik. Sən deyirsən ki, biz yaxşı yaşayırıq. Yaxşı yaşayan kart qoymur hesabına. Leobank kartını qoymur. Leobank nə? Leobank. Kart qoymur ora. Hə? 500-dən çox siyasi məhbus olan bir ölkə. 500-dən çox. 9 meydan TV işçisi qızlar. Əziz o da mənim videomu axıra qədər baxmısan və səni orada necə ağır təhqirlər etdiyimi eşitmisən. Mənə bu lazım idi. Elə bilirdim baxmırsınız, baxırsınız. Bizə məsələ nədir? Çox qoyunsuz. Öz danışdığınızı özünüz təqzib edirsiniz. Bax, mən danışsam, sizin havuzdan savadlı danışa bilirəm. Və Azərbaycan dilində ləhcəm bəlli ola biləcək dərəcədə çox qrammatik və düzgün danışıq qabiliyyətim var. Cıçı ilə danışmıram, Azərbaycan, çoxdan, çiçək, necəsən, hatsan sözlərini istifadə eləmirəm. Rayonda böyüməyimə baxmayaraq, Azərbaycan çox səlis və düzgün danışa bilirəm və söz bazam sənin və sənin o İlham Çikivin söz bazasından daha çoxdur. Mən sənə demişəm ki, Azərbaycan dilində danışa bilmirsən. Sən mənə deyirsən ki, if you wanna like, heç mən ingilis dili mənə maraqlı deyil. Mən 4 ildir buradayım, heç öyrənmək istəmirəm. Neymirəm? Mən burada dil bilmədən, sənin orada dil bilənindən, öz vətənində yaşayandan daha yaxşı qazanıb, daha çox qazanıb, daha yaxşı yaşayıram. Gör, nə gündə ölkədir ki, pasportunu daşıyırsan, orada doğulmusan, dilində möhtəşəm danışa bilirsən, işə girəndə rus dili tələb edirlər səndən. Mən Amerikada işləyirəm, məndən heç ingilis dili tələb edən yoxdur. Böcək. Gör, nə gündə ölkədir. Rus dili tələb edilir sənin ölkəndə. Bu günləri sənin ölkəndə ingilis dili tələb olunur. Amerikada Azərbaycan dili deyəndə elə bilirlər ki, istəyimə gələcək masaya. Demək ki, Amerika zaten üstündür, bəllidir. Qəbul edə bilmişsiniz ki, indiyə qədər görmüsən Trump keçsin İlhamın ayağına. Amma İlham 14 saat uça-uça, qaça-qaça gəlir yanına. Siz ermənilərə nefti göndərin pulsuz, gəlin deyin ki, onlar vətənsevərdir, biz vətən sevməyən xainlərik, bəli. Vətən yox, milləti sevin. Biz vətən xaini ola bilərik, eyb yoxdur. Nə istəyirsiniz deyin, onlar isə millət xainidir. Başa düşdünüz, uşaqlarınız bu günləri TikTokda dərman pulu dilənirlər. Sən kimi. Sənin də yəqin uşaqlığın belə olub. Uşaqlıqdan o qədər kartla böyümüsən ki, o bu insanlar pul atıb yaşamısan ki, sənin ana bazadı var. Bədənimizdə, cismimizdə qalıb, hələ də kart qoyursunuz. Mənə bax, uşağın zadın oldu, arvadıma nəsə ehtiyacı oldu, kartım məndədir. Mənə bir kəlmə yaz, atacam. Victoria Secret'dən özəl olaraq qırmızı rəngdə mənim sevdiyim torlu formasından alıb ona geyindirib, amma şəkilin mənə göndərmə şərti ilə. Öpəyirəm, yaxşı kişilər. Davay.